mələklərə əmr elədi ki, Adəmə səcdə eləsinlər. Hansı səcdə? Salam səcdəsi. Nə səcdəsi? Salam səcdəsi. Orada salam. İbadət səcdəsi yox. Salam səcdəsi eləsinlər. Ona görə böyük alimlərdən təbii ki, yəni bu xüsusən namazı tərk edən insanlar qorxduğu üçün deyilən bir şeydir. Allamə Zeyd Mədxəli Allah rəhmət eləsin deyir ki, ey namaz qılmayan, sən düşün ki, Allah Adəmə salam səcdəsi eləmədiyinə görə iblisi cənnətdən qovdu. Və sən Rəhmanın özünə səcdə eləməsən nə olacaq? Əcəbətli sözdür. Zeyd Mədxəli Şeyx Rabbinin məsəl müəllim olur. Rahmanullah. Yəni qorxmaq lazım bəzən namaz qılmayanları. Aydındır, başlayacağım deyir, yox başla. Allah iblisi qovdu Adəmə salam səcdəsi eləmədiyi üçün. Sən Allahın özünü səcdə eləməsən necə olacaq? Qoy fikirləşsin, götür qoysun və s. Aydındır. Din necədir? Tərğib, tərhib. Həvəsləndirsən, qorxudursan həm də. Allah bütün ayələrdə həvəsləndirmir ki, verilləsə cəzası cəhənnəmdir və s. və s. və s. Həvəsləndirər də onunla. Gör nə qədər günahlarda əzəmətli sözlər deyib. Gör nə qədər ağır günahlarda əzəmətli sözlər deyib. Yəni qorxudum onu. Mən qatələ müminən mütəəmmidən. Kim bir mümini bilər öldürərsə. Allahu akbar. Bu nə qədər cəzadır ki. Bu nə qədər cəzadır. 5 dənə. Mən qatələ müminən mütəəmmidən fəcəzəu cəhənnəm. Cəzası cəhənnəmdir. Xalidən müxallədən fiyhə. Orada əbədi qalacaq. Cəzası cəhənnəmdir. Ayda əbədi qalacaq deyəcəkdir, əbədi demək. Ayda əbədi qalacaqdır. Xalidən müxallədən fiyhə. Qadibəllahu aleyhi. Allah ona qəzəblənər. Neçə oldu? 3. Və lə'anəhu. Və ona lənət eləyər. Və əaddə ləhu azəbən əlimə. Ona şiddətlə əzab hazırlayır. Görsən, günah nə qədər ağır olanda bu cür təhdidlər olur. Ona görə İmam Əhməd nə deyir? Mən Allaha şərik qoşmaqdan sonra haqsız yerə cana qiymətdən daha ağır günah bilmirəm. Ona görə alimlər tövsiyə edirlər ki, kimlər ki bu şey ediblər, tövbə ediblər, Allah tövbələrini qəbul etsin. Təbii ki, bunun şəriət hökmündə qan bahası var, halallaşma var və s. Kimlər ki bunu edə bilmir? Cahildə bu şeylər baş verir. Çoxlu sədəqə versin. Neyləsin? Çoxlu sədəqə versin. İbn Abbasın gəlir radiyallahu anh bir nəfər deyir ki, mən qısqanclıqdan öz qohumumu qızı öldürmüşəm. Xalası qızı həmsin qızı. Deyir, kəffarə eləmirsən? Deyir, hə. Deyir, anan sağdı mı? Deyir, hə. Deyir ki, ona qulluq elə. Anan sağ deyir, hə. Deyir ki, ona qulluq elə. Yəni, bu qədər kəffarələr, tövbələrə rəğmən niyə nə deyir? Xeyir əməllərdən əl çəkmə. Xüsusən də anaya qulluq, çünki öz deyirdə mən fərzlərdən sonra anaya qulluqdan daha yaxşı bir əməl bilmirəm. Radiyallahu anhuma. Alimlər o deyiblər o barədə ki, əbədi cəhənnəmdə qalmaq nə demək? Xüsusən də bu xavariclərin dəllidir. Alimlər deyirlər ki, orada əbədi qalmaq uzun müddətli qalmaqdır. Uzun müddətli qalmaqdır. Ya da ki, tövbə edib kəffarə versə Allahın istəyatına. Allah istəsə bağışlayır, istəsə əzab verir. Əzab versə uzun qalacaq yəni. Yəni, bunun da dəlili nədir? Nisa surəsi, eyni surənin içində, həmin ayın Nisa surəsindədir. Həmin ayın içində Allah Subhanahu deyir ki, İnna Allah la yaghfiru an yushraka bihi və yaghfiru ma dun zalika limen yasha. Allah özünə şərik qoşanı bağışlamaz, bundan aşağı günahları istədiyinə bağışlayır. Eyni ayənin içində. Bu Nisa 48-dir, sonra gəlir bu Nisa 90 yoxsa 100 neçədir bu öldürmə. 118-də yenə deyir, 116-da yenə deyir. Allah özünə şərik qoşanı bağışlamaz, bundan aşağı günahları. Ona görə deyir ki, 2 dənə bağışlanma ayənin ortasındadır bu. Biri. Alimlərdən bir yana gəlib deyirlər ki, biz xavaricdə deyirlər ki, o ayı gözün xalidim olan. Deyir 48, bundan əvvəlində də Allah Subhanahu deyir, özünə şərik qoşanı bağışlamaz, bundan aşağı günahları istədiyini bağışlayır. Bundan həmin ayədən sonraki ayələrdədir. Yəni deməli bu 2 dənə bağışlanma ayənin ortasındadır. Görünür ki, bu əməl eləyən uzun müddət qalacaq cəhənnəmdə. Əgər Allahın istəyərində olub birbaşa bağışlamasa. Ya da birbaşa bağışlayacaq, nə edəcək? Birbaşa girəcək cənnətə. Birbaşa bağışlamaya ehtimalı da var. Yəni sadəcə olaraq deyim Allah Subhanahu qoyur. Tərğib və tərhib. Axirəti inkar edib qorxuz. Bu şey belə öpsün ki, bunu ötürü gəlir. Namazı tərk edib qorxuz onu. Qorxuz, bəzə qorxuza fayda verir. Vaxtı vəziyyətə. Adam var, həvəsləndirirsə, həvəsləndirə fayda verir. Qorxuza fayda verir. Deyirsən ki, ilk bunun iş soruşulacaq. Məsələn, namazdır, namaz olsa yaxşıdır. Olmasa nədir? Deyir, Allah Quranda deyir ki, vay namaz qılanların hala ki, vaxtına qılırlar. Bəs qılmayan nədər olsun? Biz deyilən bu ayələr. Bu məkil xəbərdar olduğu ürəyinə qorxu düşdü. Həvəsləndirəm də ki, məsələn, namaz qılanda bu cür savablar var, namaz qılan haqqında tərğib, yəni onu cəlb edici, rəğbətlendirici sözlər də deyir. Həmçinin neyinə? Qorxutdur. Çünki o kimi gedəcəm eləməlisin.